Hibrid və elektrik mühərrikli avtomobillərə tətbiq edilən güzəşt yanvar ayının 1-dən başa çatıb. Satıcılar deyirlər ki, güzəştin ləğvi maşın bazarındakı qiymətlərə də təsir edib. Qiymətlər arasında bir 10%, 15% qalxıb. O da normaldır. Çünki 2 tane maşınları öldürmüş olan qiyməti. Oradakı normallaşır yavaş-yavaş, düzələcək. Görürsən ki, bazarda tərpəniş var. Bugünkü bazarda nə qədər alışıq olub. Yəni keçən bazardan bugünkü bazara alış çoxdur. Əvvəl məsəl üçün 20 minə, 21 minə aldığımız maşın bu dəqiqə 25 minə aldıq. 23 minə, 24 minə belə. Yəni maşınların qiyməti qalxıb. İnternetdə baxırıq, görürük ya maşınların qiyməti qalxıb. Biz də ona uyğun alırıq. Elə gəlib bazarda bizə yuxarı qoyuruq. 500 manat çörək qazanırıq, üstünə qoyub belə. Alıcılıq zəifdir. Alıcı yoxdur. Yəni məsəl üçün gəlirlər qiymət maraqlandırırlar, aşağı yuxarı eləyirlər, amma reallıq yoxdur. Satıcıların sözlərinə görə qiyməti nisbətən ucuzlaşan avtomobillər də var. Keçən illərim 23 yarıma dediyim maşını, bu illərim 22 yarıma deyirəm, indi alan yoxdur. Yəni bu dəqiqə də hava da soyuqdur, havanın soyuqluğu ilə əlaqədar, ondan sonra da alıcı yoxdur bu dəqiqə. Qiymətlərdə artım vallahi elə müşahidə olunmur da, çox müşahidə olunmur, elə yüngül. Yəni elə çox müşahidə olunmur. Nə olsa da 300-500 o da alan adam onsuz da qiymətini dirəşib salır aşağı. Alıcılar da qiymətlərdə artım olduğunu bildirirlər. Pis olmaz, yaxşı olar. Dəyişib, qiymətə uyğun deyil. Məsələn, büdcəmizə görə uyğun deyil. Çox deyil, elə bir 2000 zat belə. Artıb qiymət. Artıb, Satıcılar qiymət artımının hələ bir müddətdə davam edəcəyini proqnozlaşdırırlar. Elbrus Kərimli, Üzeyir Ağayev, Xəzər xəbər.